Gedirik Naftalana. Artıq 30 yaşdan yuxarıyıq və 10 günlük istirahət. Həyatımızda ilk dəfə çox fərqli tərzdə bir istirahətə gedirik. Çünki heç bir aktivlik olmayacaq. Ancaq yeyib-içib yatacağıq və müalicələrə girəcəyik və arada gəzməyə çıxacağıq. Bu mənim və Nazimin öyrəşmədiyimiz bir səyahət növüdür. Görək başımıza nələr gəlir. Otel Naftalan şəhərinin mərkəzində yerləşir. Nafta Sanatorium 4 ulduz otel kateqoriyasındadır və biz burada paket olaraq gündə 3 dəfə qidalanma və standart hansı prosedurlar və müalicələr etsə onları seçmişik. Sizə istəyirəm qaldığımız otağı da göstərim. Otaq çox sadədir və bir bu formada zaldan ibarətdir və bir də bu formada sadə yataq otağından ibarətdir. Hamam otağında isə bir duş var və sanitar qovşaqdır həm də. Göstərim. Bu formada sanitar qovşaqdır. Məhrabalar korичневый rəngdə verirlər. Bura koridordur. Belə iki şkafı var. Məhrabalar qəhvəyi rəngdə. Bura otaqdır. Burada belə otaqdır. Menyuda hər gün fərqli yeməklər olur və bu günə mənim ən sevdiyim şeylər var. Bunlardan biri borşdur, biri isə mimoza salatı, şuba salatıdır. Göstəreyim. Bu formada və dadları çatır. Gəldiyimiz gün elə analizləri veririk, daha sonra cavablar çıxdıqdan sonra prosedurlara başlayırıq. Bu vannaları deyirlər ki, xüsusi həkim göstərişi olmadan və bədii analizləri vermədən icazə verməyin ki, bu vannalara girib sizə göstəriş yazsınlar. Ümumiyyətlə, Nafta Sanatoriumda ən bəyəndiyim detal odur ki, analizləri verirsiniz, daha sonra analizlərin nəticələrinə əsasən həkim göstəriş yazır. Və bir də ən əsas məsələ də odur ki, bu neftin sertifikatını istənilən getdiyiniz sanatoriyadan tələb edin. Onlar bunu sizə verməyə məcburdular. Çünki hər 3-4 ayda bir bu neft tamamilə dəyişilir və hər sanatoriyanın özündə bu haqda sertifikat olur. Əgər sizin bədəninizdə problem varsa və həkim icazə vermirsə bütün bədən girməyə, ona görə baxın belə aparat var. Bu aparatla sadəcə qollar və ayaqlara icazə var. Nazimin təzyiqi yüksək olduğuna görə həkim ona ancaq bu formada icazə verdi. Burada bu vannanı qəbul elədikdən sonra bununla silinir və daha sonra elə buradaca keçirsən, burada duş qəbul edirsən və bu qupqalar hər kəs üçün individual verilən qupqalardır. Burada çimirsən, burada isə tərtəmiz əşyaların olur. Ayaqları isə bu aparatla belə edərək çox rahat, ümumiyyətlə bütün bədəni bununla belə eləyərək çox rahat təmizləyirlər. Mənfi 1-də isə tamamilə fizioterapiya otaqlarından ibarət ayrıca bir güşə var. Burada elektroforez, limfodrenaj və bu kimi bir çox prosedurları burada qəbul edə bilərsiniz. Təbii ki, bunların hamısı da həkim göstərişi ilə mütləq olmalı olan şeylərdəndir. Göstəriş olmadan hətta gördüyünüz bu parafinə belə icazə yoxdur. Məndə həkim parafini ayaqlarıma və kürəyimə, ancaq onurğamın üzərinə gəlməyəcək formada icazə verdi. Nazim isə əlavə xidmət olaraq masaj da götürdü və Rauf bəyin əlləri həqiqətən də sözün əsl mənasında qızıldı. Masaj sevməyən Nazim masajın artıq ikinci və üçüncü seansına da yazıldı və masaj əlavə xidmət olduğu üçün 19 manat təşkil edir. Bundan əlavə qeyd edim ki, Nazimə Naftalan vannası tam bədən icazə olmadığına görə həkim göstərişi Yod Prom vannasına dəyişdi və effekti Nazimin dediyinə görə möhtəşəm. Sizə nəyi göstərim? Burada 11-ci mərtəbədə belə fitness otağı var və
Təməl formada hər şey təmin olunubdur və qaçış birbaşa şəhər mənzərəsinə də bu formada. Deməli, biraz daha ağır versiyaya qoydum, çünki yüngül çox uçur. Əslində birinci dəfədən çox eləməyə niyyətim yoxdur. Çünki səhər yuxudan oyananda ayaqlarımı öldürsün istəmirəm. Mənim üçün hələ ki bir dəqiqə belə həqiqətən çox ciddidir. Çünki təngnəfəs oldum. Hər gün 1 dəqiqə, 2 dəqiqə, daha sonra da zamanı artırmaq 10 dəqiqə, 20 dəqiqə, 30 dəqiqə. Çünki adətən müşahidəm nəyə göstərir? Hər kəs qaza gəlir və 30-40 dəqiqəlik belə bir aktiv bir hərəkət eləyir və daha sonrasında bütün həvəsi ölür və bir də eləmir. Məndə də bu dəfələrlə belə olub. Ona görə də indi istəyirəm yoxluyum məhz bu formada. 1 dəqiqə, 5 dəqiqə bədənimi buna öyrəşdirənə qədər. Bəzən ola bilər ki, gün ərzində 5 dəfə 1 dəqiqə. Bu da okeydir. Bir önəmli nüans budur ki, klinikalar saat 5-ə qədər işləyir. Yəni siz əslində prosedurlarınızı saat 5-ə qədər tamamlamış olursunuz və gündə 3 dəfə kərə yağından hazırlanan qidaları yeyirsiniz. Bu formada açıq bufet olur. Mənə ən rahat gələni oldu ki, istədiyimi seçə bilirəm. Bu arada gözəl xəbərim odur ki, rutin qidalandığım üçün nəzərə alsaq ki, mən artıq sizə bu videonu 8-ci gündə çəkirəm, paylaşıram. Rutin qidalandığım üçün burada olduğum müddətdə 5 kilo arıqlamışam. Bu da məni çox ayrı sevindirdi. Mən tam bədən naftalan vannası qəbul edirəm, amma Nazim 2 gün ayaqlara vanna qəbul etdi. Daha sonra isə yod bromla vannası əvəzləşdirildi. Yeməklərin çeşidindən də rahatlıqla görürsünüz. Daha sonrasında isə əlbəttə ki, qonaqlar üçün axşam şousu hazırlanır. Onu da göstərəcəm. Burada canlı musiqi axşamları olur. Ya da karaoke gecəsi eləyirlər və hər kəs öz bildiyi və bacardığı mahnını oxuyur. Bugün canlı musiqi axşamıdır. Bəxtləri gətirir ki, mən səsimi dinlədirlər. Bura lobby kafedir və buradakı qiymətlər son dərəcə normal gəldi bizə. Misal üçün belə çaynikdə çay, yanında qəndi və limonu ilə birlikdə 5 manata idi. Məncə yetəri qədər adekvat qiymətdir. 4 ulduz otelə görə olduqca uyğun gəldi. Bu arada xüsusi qeydimi vermək istəyirəm ki, Naftalan mənim Azərbaycanda gəzdiyim nadir bir zona oldu ki, mən orada Azərbaycanlıdan çox həqiqətən də turistləri gördüm və bu çox fərqli bir təcrübə idi, çünki öyrəşməmişəm. Deməli, biz hal-hazırda gəlmişik Əsa Muzeyinə və Naftalan Tarix-Diyarşünaslıq Muzeyi də gedir buranın adı. Və burada çox maraqlı bir hekayəsi var ki, buranın Naftalana gəlib, Naftalan neftinin müalicəsi ilə sağalan insanlar buradan getdikdən sonra əsalarını sanatoriyalarda buraxıblar. Daha sonrasında bu qədər əsanı nə etmək olar?
belə bir maraqlı bir muzey konsepti yaranıbdır ki, burada nə bilim 80-ci ildə, 85-də, 79-da, 90-larda, 70-ci illərdə, 60-cı illərdə sağalan və əsalarını burada qoyub gedən insanların əsaları yer alır. Gəlin sizə buranı göstərim əyani olaraq. Bu, burada sağalıb gedən insanların əsalardır. Sağalıb gedən dedikdə nəyi nəzərdə tuturam? Yəni əsa ilə bura gəlib və artıq bu əsanı burada qoyub gedən. Misal üçün təsadüfi birinə baxaq, 87-ci il Tallin, 79-cu il Almata şəhərindən gələn olubdu. Rusiyanın Murmansk şəhərindən gələn olubdu 93-cü ildə və bu formada belə əsalar burada yer alır. Burada siz SSR dövründə Naftalan müalicə necə olur və o dövrlər burada əyləncə necə təşkil olunurdu, onlar yer alır və bir də burada çox maraqlı bir şey var. Deməli, burada məktublar var. Təşəkkür məktubları var. Göndərilibdi o vaxtı. Yəni hələ ki başa düşdüyüm qədərilə SSR dövründəki bütün ölkələrdən bura gəlib müalicə alan insanlardan. Gəlin bunu sizə göstərim. Bu formada burada təşəkkür məktubları var. Bunu misal üçün oxuya bilərsiniz. Skrin edib bu formada. Və muzeyin digər hissəsi də belə buradan tapılan tarixi eksponatlardan ibarətdir. Və Naftalanda Qaşaltı kəndində Tunç dövrünə aid çoxlu eksponatlar çıxarılıbdır və orada hal-hazırda qazıntı işləri gedir. Burada bunlar deməli 20-ci əsrin əvvəlinə aiddir. Bu da 20-ci əsrdir. Bu formada eksponatları görə bilərsiniz. Bu səfər məsələn tərəzidir. Bu kofe üyüdəndir. Bu müasir kofe üyüdən. Bir də ən qədim əşyamız var. Burada qədimdə 23-cü ildə aiddir. 1923-cü ilə aid. Buradan tapılan qol, məsələn, xalça toxumaq üçün alətlərimiz var, uruk var. Kirkit nədir? Kirkit xalça toxumaq üçündür. Bu xalçanı belə Bəli. əzəndir də. Bunlar daha çox saxsı qablardır. Burada saxsı qablar var. Küçə basan. Bundan bizdə nə əcəb indi hazırlayıb belə şey kimi satmırlar. Şeydə çox məşhurdur, Özbəkistanda. Turistik şey kimi də satırlar onu. Bu Naftalan mehmanxana. Hə, bu Bəli, qədim binasıdır. Tamam. Bu müalicəxana. Bunlar deyəsən yoxdur, ya da unutulub. Sonra dərəcəsidir, neçə dərəcədə girmək olar. Aha. Naftalan girişdə əvvəlki formalardır. İndi budur. Bəli. Hə, indi budur. Qədim naftalan şəkillərini Salam, xoş gördük. Mənim adım Rəna doktordur. Mən Nafta sanatoriyasının baş həkimiyəm. İxtisasçı dermatoloq. Nədən bizim sanatoriya Nafta? Naftanın hansı özəllikləri var? Nafta sanatoriyası yeni sanatoriyadır. Bütün avadanlıqlarımız yenidir. Yeni dedikdə biz nəyi nəzərdə tuturuq? Bu çox vacib bir amildir. Misal üçün siz hər hansı bir telefon və yaxud digər yeni bir aksesuar, gadget alanda çalışırsınız onun yeni modeli olsun. Eyni məsələ fizioterapevtik cihazlara da aiddir. Sanatoriya yeni açıldığı üçün bizdəki burada gördüyünüz bütün cihazlar dünya brendidir, bəli, amma ən son modelləridir. Bu deməkdir ki, həmən cihazların opsiyaları çoxdur və daha çox xəstəlikləri, sindromları, simptomları əhatə edə bilir. Beləliklə, bizim pasiyentlər Naftalan vannası ilə bərabər professional komandanın köməkliyi vasitəsilə çox professional təyinat alırlar və bizim cihazlarımız, avadanlıqlarımız buna böyük imkanlar yaradır.
Nafta sanatoriyası yalnız burada müalicə bitir deyə və pasiyent gedir evə, bununla məsələ bitmir. Bizim bütün mütəxəssislərimiz qonaqlarımızı sona qədər, yəni effekt alana qədər onlayn olsa da belə onları müşahidə edir. Bu nə deməkdir? Pasiyentlər 1 həftə, 2 həftə, 5 həftə sonra belə bizim mütəxəssislərlə əlaqə saxlaya bilirlər, onlardan tövsiyələrini ala bilirlər və bu tövsiyələrin nəticəsində sona qədər yüksək səviyyəli professional tibbi xidmət, hətta onlayn xidmət ala bilirlər və bu onların xəstəliklərinə, müalicəsinə əlbəttə ki, çox müsbət təsir edir. İş zamanı mən bir neçə suallar aldım. Hətta bu çəkiliş zamanı da, çəkilişdən öncə bir danışığımız oldu və orada baxdım ki, Naftalan ilə maraqlanan insanların bir sıra sualları var. Əsas suallardan biri odur ki, Naftalan vannaları necə dezinfeksiya olunur? Bildiyiniz kimi, Naftalan neftinin təkcə iltihab əleyhinə yox, eyni zamanda da çox güclü antiseptik təsiri var. Bu nə deməkdir? Yəni, pasiyentin irinli yarasına Naftalan neftini tökməklə biz o irini aradan qaldıra bilərik. Bu deməkdir ki, Naftalanda heç bir patoloji mikroflora qala bilmir, yəni məhv olur. Naftalanın özünün onu ləğv etmək xüsusiyyətinə malikdir. O baxımdan biz deyirik ki, bu antiseptikdir. Bu baxımdan Naftalan vannalarının özü heç bir bioloji, yəni təhlükə daşımır. Bunun təhlükə daşımamanın belə deyək, sübutlarından da biri odur ki, biz indi hər pasiyentdən sonra Naftalan vannası boşalır, təzədən dolur. Amma Sovet İttifaqının dövründə o köhnə sənətli filmlərə baxsanız, internetdə var kifayət qədər, görəcəksiniz ki, bir vanna dolurdu, onun içinə pasiyent girirdi, çıxırdı və onu, yəni vanna boşalmadan arxasınca bir neçə pasiyent eyni vanna, eyni kütlədən, yəni neft kütləsindən prosedur alırdılar və oradan ayrılırdılar. Beləliklə onların heç birisinə heç bir infeksion proses keçmirdi. Nədən? Çünki Naftalan neftinə düşmüş hər hansı bir patoloji mikroflora dərhal orada məhv olur. Ona görə xüsusi hər hansı bir dezinfeksiya ehtiyac qalmır. Kifayət edir ki, Naftalan vannası boşalsın, divarları sadəcə olaraq salfetka ilə silinsin, su ilə də təması düzgün deyil, çünki o sistem fərqli bir mürəkkəb sistemdir, o sistemə su düşməməlidir. Belə bu formada, yəni Naftalan vannaları dolur və boşalır və heç bir sanatoriyada, nəyə ki nafta, heç bir sanatoriyada Naftalan vannalarını xüsusi dezinfeksiya etmirlər. Bu hələ Sovet İttifaqının dövründən, belə deyək də, təsdiq olunmuş bir təmizləmə deyək də metodudur və o metod o gün bugün dəyişilməyib, çünki ona ehtiyac yox idi. Və beləcə gecəni sonlandırıram. Qeyd edim ki, burada həyat təxminən saat 11-dən sonra artıq sönür və ətrafda gedə biləcək coffee shop ya da maraqlı və fərqli yer yoxdur deyə avtomatik yuxu rejimin bərpa olunur. Könüllü məcburiyyət əsasında yuxu rejimin bərpa olur. Bu əslində çox gözəl bir şeydir. Çünki bizim kimi Bakıdakı o coşqun həyata öyrəşən, nə bilim, işdən sonra gecə saat neçəyə qədər evdə bağlı nələrsə edən insanlar üçün əslində bura həqiqətən bir istirahət yeridir. Mənim isə elə bir özümlə Bakıdan kitab gətirmişəm. Sadəcə dinlə. Yazar Mark Goldstone'dur. Yəqin ki, Librafda, Alinino'da hər birində taparsınız. Qiyməti 10 manatdır. Çox gözəldir. Tövsiyə edirəm hər birinizə. Sadəcə dinləməyi. Bəzən biz danışmırıq. Bəzən biz cavab vermək üçün danışırıq. Bəzən biz dinləmirik. Sadəcə öz mövqeyimizi müdafiə etmək üçün dərhal reaksiya veririk. Ona görə bu kitab çox gözəldir. Gecəniz xeyrə qalsın.